Salam əziz şagirdlər, bugün Dövlət İmtahan Mərkəzi blok sınaq imtahanı keçirib. Həmin imtahanda tarix fənni üzrə hansı suallar düşüb? Gəlin baxaq. 31-ci sualda qeyd olunur ki, eramızdan əvvəl 3-cü əsrdə pul müharibələrinin başlama səbəbini müəyyənləşdirin. Roma imperiyasının ümumiyyətlə Roma imperiya deyildi 3-cü əsrdə, bu yanlışdır. Yenə B-də imperiya yazılır, bu da səhvdir. Və D variantında da yenə imperiya qeyd olunur. Ümumiyyətlə Roma tarixi eramızdan əvvəl 753-cü ildən eramızdan əvvəl 509-a qədər padşahlıq dövrüdür. Eramızdan əvvəl 509-dan eramızdan əvvəl 27-yə qədərsə respublika dövrüdür. İmperiya dövrü isə eramızdan əvvəl 27-ci ildən başlayır bizim eranın 395-ci ilinə kimi. Və avtomatik 3 variant səhv olur. C-də qeyd olunur Aralıq dənizinin qərbinə nəzarət etmək yolunda mübarizəyə başladı. Mübarizə idi səbəbi, bəli. Doğru cavabımız C bəndi olacaq. Asiya məsələsi də yenə müzakirə mövzusu deyil. 32-ci sualda qeyd olunur ki, mərzban və satrap vəzifələri üçün oxşar cəhəti müəyyən edin. Mərzban və satrap vilayətləri idarə edən canişinlər idi və burada Y-də qeyd olunur ki, inzibati vahidləri idarə edən məmur olması doğrudur. 33-cü sual. Hadisə nəticə əlaqələrini müəyyən edin. Məhəmməd Cahan Pəhləvan hakimiyyətə gəldi, paytaxtı Həmədandan köçürtdü. Xeyr, paytaxtı Həmədana köçürtdü. Burada Həmədandan yazıldığı üçün səhvdir. Deməli, biri çıxacağıq. Naxçıvan yaxınlığında gürcülərlə döyüş baş verdi, Atabəylər qalib gəldi, doğrudur. Gürcü çarı 1-ci Demetriyə Gəncəyə hücum etdi, Gəncə qala qapılarını qənimət kimi apardı, bəli. Monqollar Eldənizlərə hücum etdi, Eldənizlər süqut etdi, xeyr. Eldənizlər Xarəzmşah Cəlaləddinin yürüyüşü nəticəsində süqut edib. Şimali Azərbaycanla bağlı 20-ci əsrin əvvəllərinə aid uyğunluğu müəyyən edin. Məntiq ardıcıllığı 1905-7-ci illərin inqilabı baş verdi və nəticədə qeyd olunan hadisələr başladı. Deməli, məntiq ardıcıllıq 1905-dən başlamalıdır. İlk ümumi tətilin baş verməsi səhvdir. 1903-cü ilə aiddir. Əyalət əncümənləri ümumiyyətlə şimal yox, Cənubi Azərbaycana aiddir. Qafqaz canişinliyin ləğv olunması səhvdir. Muxtariyyət tələbləri irəli sürüldü, bəli. 1905-ci ildə ilk dəfə Qeyrət partiyasında, daha sonra məhz bu dövrdə yaranan digər partiyalarda bu tələb irəli sürülmüşdü. İlk Milli İctimai Siyasi Təşkilatın yaranması da 1903-cü ilə aiddir. Daha öncə baş verdiyi üçün səhvdir. İmam Mustafayev, Vəli Axundov və Heydər Əliyevə aid uyğunluğu müəyyən edin. Deməli, milli dəyərlərə diqqətin ayrılması hər üç üçün oxşar cəhətdir. Yəni, A oxşardır. O zaman B səhvdir, C səhvdir və Y səhvdir. Bakının Azərbaycanın tərkibindən çıxarılması planının pozulması bu İmam Mustafayevə aiddir. 1-ə B olacaq. Deməli, daha sonra 2-ci Dünya müharibəsi illərində Respublikaya rəhbərlik etməsi bu ümumiyyətlə Mirzəfər Bağırova aiddir və Bağırov burada yoxdur. Deməli, C də səhvdir. O zaman 2-yə C ola bilməz. Doğru cavabımız A bəndi olacaq. 2-yə D olacaq. Yəni, Vəli Axundovun dövründə icbari 10 illik təhsil tətbiq edildi 1966-da və Heydər Əliyevin dövründə 2000 hektardan çox ərazinin ermənilərə verilməsinin qarşısı alındı 1969-cu ildə. Xəritədə ulduzla verilmiş şəhərin digər Dəbil, Dərbənd və Təbrizindən oxşar cəhətlərini istəyir. Baxırıq, bura Göyçə gölüdür və bunlar şərqdə yerləşir. Bərdə şəhəri, adətən burada Bərdə olur, yuxarıda Gəncə şəhəri yerləşir. Bizdən Bərdə şəhərini istəyir. Bərdənin Dəbillə oxşar cəhəti. Ərəb canişinliyinin mərkəzi olması. Dəbil və Bərdə hər ikisi bilirik ki, Ərəb canişinliyi mərkəzi olub. 705-ə qədər Dəbil olub, daha sonra isə Bərdə şəhəri olub. 1-ə A olacaq. O zaman A bəndi, B bəndi və D bəndi səhvdir. 10-cu əsrdə Səlcuqlar 10-cu əsrdə ümumiyyətlə gəlməyib, bu səhvdir. 12-ci əsrdə paytaxt olması, bu da yanlışdır. Deməli, Dərbəndlə oxşar cəhəti əmirlik mərkəzi idi. Bəli, Dərbənd də əmirliyinin mərkəzi olub. Dəbil, Bərdə şəhəri Ərəb əmirliyinin mərkəzi olub. Oxşar cəhətdir. Liman şəhəri idi. Bərdə bilirik ki, ümumiyyətlə liman şəhəri deyil, bu səhvdir. Ərəb-Xəzər müharibələrinə qədər Cənubi Azərbaycan mərkəzi olması, bu da yanlışdır. Doğru cavabımız çıxır C bəndi, Y də səhvdir.
Təbrizdən oxşar cəhəti isə Monqolların birinci yürüş zamanı tutulması bu səhvdir. Təbriz xərac vermişdi 3 dəfə. B. 10-cu əsrdə Slavyanlar tərəfindən tutulması bu da Təbrizə aid deyil. Müəyyən müddət Şirvanşahların hakimiyyəti altında olması bəli, doğrudur. Təbrizdən oxşar cəhətdir. Tarixi proseslərin məntiqi ardıcıllığını tamamlayın. Konstantinopol fəth olundu 1453-cü ildə. Daha sonra Avropalı tacirlər və səyyahlar yeni yollar axtarmağa başladı. Biz bu aralıqda baş verən hadisələri tapmalıyıq. Avropalılar kağız və barıtla tanış olması xaslı işlərinə aiddir. Ümumiyyətlə A səhvdir. B bəndi və D bəndi səhvdir. Konstantinopol fəth olduqdan sonra Osmanlı Kiçik Asiya və Suriyadan keçən ənənəvi ticarət yollarını öz nəzarətinə aldı. Bəli, 1-ə B olacaq. Daha doğrusu 2-yə B olacaq. Deməli A və C də səhvdir. Cavabımız çıxır. Cənubi İtaliya şəhərləri ticarəti öz əlinə aldılar. Bu da səhvdir. Böyük nəticədə nə oldu? Avropa tacirləri və səyyahları yeni yollar axtarmağa başladılar və bu da böyük coğrafi kəşflərin başlanmasına şərait yaratdı. 2-də D olacaq. Müstəmləkə işğallarına son qoyuldu. Bu da yanlışdır. Əksinə bu proseslərin nəticəsində də elə müstəmləkə işğallarının əsası qoyuldu. Xilafətin Azərbaycanda mövqeyini möhkəmləndirmək üçün köçürmə siyasəti həyata keçirirdi və bəhs olunan siyasətin nəticəsi nə oldu? Azərbaycanda feodal münasibətləri artıq 3-cü əsrdən yaranmağa başlanmışdı. Xilafətə qarşı narazılıqlara səbəb oldu. Bəli, bu doğrudur əslində. Doğrudur. Azərbaycanda dini pərakəndiliyə yol açdı. Bu da yanlışdır. Tam tərsi Azərbaycanda İslam dini möhkəmləndi. Uğursuzluqla nəticələnməsi də yanlışdır. Ərəbləşmə yox, əksinə türkləşmə ilə nəticələndi. Y də səhvdir. Eramızdan əvvəl 8-ci əsrin ikinci yarısı Roma və Manna dövlətinin idarəçilik üçün oxşar cəhəti istəyir. Ölkəni canişinlər idarə edirdi. Bu səhvdir. Məhdud hökmdar hakimiyyəti Mannada hökmdar hakimiyyəti məhdud deyildi. Səhvdir. Senat Romaya aiddir. Bu da səhvdir. Ağsaqqallar Şurası. Mannada Ağsaqqallar Şurası var idi və Romada da Ağsaqqallar Şurası fəaliyyət göstərirdi. Sadəcə Romada Ağsaqqallar Şurası Senat adlanırdı. Yəni D düz olacaq, amma C təbii ki səhvdir. Sadəcə Romaya aiddir. Feodalların idarəçilikdə iştirak etməsi bu dövr quldarlıq dövrü olduğu üçün feodalizmdən ümumiyyətlə söhbət gedə bilməz. 19-cu əsrin 30-cu illərində baş vermiş üsyanların xronoloji ardıcıllığını istəyir. 1. Carbala ərazisidir. 1830-da baş vermişdi. 2. Quba ərazisidir. 1837-də baş vermişdi və 3. Lənkəran 1831. Deməli 1, 3, sonra 2 A bəndi doğrudur. Brejnevin rəhbərliyi dövrü üçün xarakteri xüsusiyyətdir. Xam torpaqların istifadəyə verilməsi bu Xruşova aiddir. 1 səhvdir. Deməli A bəndi və D bəndi səhvdir. Ordunun və təhlükəsizlik orqanlarının rolu daha da artırıldı. Doğrudur. İlk dəfə 5 illik plan həyata keçirilməsi yanlışdır ümumiyyətlə. Stalinin şəxsiyyətinə prestijin tənqid olunması bu da Xruşova aiddir. Səhvdir. Xam mal ixracatının artırılması, güclənməsi bəli. 2-5 doğru cavabımızdır. Azərbaycan Xalq Cümhuriyyətinin mədəni quruculuq tədbirini müəyyən edin. İlk radio stansiya 1926 səhvdir. Dövlət teatrı bəli doğrudur. Latin qrafikalı əlifbanı tətbiq etməyiblər. Komissiya yaradıblar, amma əlifba tətbiq olunmayıb, yarımçıq qalıb. Parlamentin fəaliyyətə başlaması mədəni yox, dövlət quruculuğudur. Savadsızlığa qarşı mübarizə komitəsi də Azərbaycan SSR-yə aiddir, səhvdir. Qəzvinin Səfəvi dövlətinin paytaxtı olduğu dövrə uyğun gəlir. Qəzvin paytaxt olub 1555-ci ildən 1598-ə qədər. Əfqanlar İsfahanı tutublar 1722-də. Bu dövrdə paytaxt elə İsfahan idi. Şah Abbas Təbrizi geri alıb 1603-cü ildə, bu da İsfahan idi paytaxt həmin dövrdə. Şəki hakimliyi süqut edib 1551-də paytaxt Təbriz idi. Niyazabad döyüşü 1583, bəli, bu dövrdə paytaxt Qəzvin şəhəri idi. Buğurt qalası 1554, bu dövrdə paytaxt Təbriz şəhəri idi. Doğru cavabımız olacaq D bəndi. Heydər Əliyevin hakimiyyət dövründə həyata keçirilmiş sosial-iqtisadi tədbirlərə aid uyğunluq. Birinci mərhələ, ikinci mərhələ, yəni 93-dən 97-yə, 98-dən 2002-ci ilə Kür su kəməri Azərbaycan SSR-yə aiddir. Bu ümumiyyətlə səhvdir. 1-ə A ola bilməz.
Bakı-Tbilisi-Ceyhan haqqında saziş ikinci mərhələyə aiddir. Səhvdir, 1999-cu ildə. Torpaq statı haqqında qanun, bəli, 1996 düzdür. 1-ə C olacaq, 2-yə baxaq. A, B yoxsa B C olacaq. Dünya iqtisadiyyatına inteqrasiyasının genişləndirilməsi, bəli. 1-ə A, 2-də 1-ə A. Dövlət neft fondunun yaradılması, bəli, 1999 B. Doğru cavabımız Y bəndə olacaq. Bütün çadır şəhərciklərinin ləğv edilməsi ümumiyyətlə İlham Əliyevə aiddir 2007-ci ildə. Sonra 45-ci sual. Teymurilər dövlətinin Ağqoyunlu dövlətinə oxşar, Qaraqoyunlu dövlətindən fərqli xüsusiyyətləri, yəni Teymurlarla Qaraqoyunluların, Ağqoyunluların oxşar cəhəti olmalıdır. Qanunlar toplusu Əmir Teymur qəbul edib, Uzun Həsən qəbul edib, amma Qaraqoyunlarda belə bir qanunlar toplusu olmayıb. Bu doğrudur. Qızıl Ordunun hücumuna məruz qalması, bu səhvdir. Ağqoyunlular məruz qalmayıb. Oxşar cəhət deyil Teymurlərlə. 16-cı əsrdə süqut eləməsi, bəli, Teymurlar 1507, Ağqoyunlular da 1501 və 3-cü illərdə, amma Qaraqoyunlular 1468-də süqut etdiyi üçün bu fərqli cəhət olacaq. Rəqiblərinə qarşı müharibədə Şirvanşahlarla müttəfiq olması Teymurilər, Ağqoyunlular və Qaraqoyunlular üçün oxşar cəhətdir. Osmanlı ordusunun məğlub edilməsi Teymur və Uzun Həsən Osmanlıları məğlub edib, amma Qaraqoyunlular Osmanlılarla dostluq əlaqələri saxlayıblar. Bu da oxşar cəhətli olacaq. Və C bəndi şagird maşallah yaxşı yazıb. Klassik feodalizm dövründə yaranmış dövlətlər. Klassik feodalizm 11-15-ci əsrdir. Rusiya imperiyası 1721-də yaranıb. Bu yanlışdır. Fransa krallığı 9-cu əsr 843-də yaranıb. Bu da yanlışdır. Deməli 2 səhvdir, 1 səhvdir, 2 səhvdir. Cavabımız çıxır. Hulakilər 1258 13-cü əsrdir. Düzdür. Böyük Moğol 1526 16-cı əsr səhvdir. Dehli 1206 13-cü əsr düzdür. 3-5. Maraqlıdır. Şagird burada səhv də olsa yazıb 1298 13-cü əsr, amma cavab 2-5 götürüb. Səhv edib, diqqətsizlik edib, diqqətli olmaq lazımdır. Qubalı Fətəli xanın köçürmə siyasətinə aid olan amillər. 18-ci əsrin 40-cı illərində Cənub xanlıqlarından əhali köçürdü. Ümumiyyətlə Fətəli xan 1758-də gəlib hakimiyyətə, yəni 50-ci illərdə gəlib hakimiyyətə. Bu səhvdir. Biri çıxırıq. Sərhədləri möhkəmləndirmək üçün Muğandan Şahsevən tayfasını köçürdü. Doğrudur. Rus kazaklarını köçürməyib. Bu səhvdir. 2 doğrudur. 3 səhvdir. Cavabımız çıxır 2-4. Şirvanda özünə dayaq yaratmaq üçün Dərbənddən bura əhali köçürüb. Düzdür. Xorasandan da əhali köçürməyib. Bu səhvdir. 3-cü Səlimin daimi fəaliyyətə başlayan səfirliklər açdığı ölkələr İngiltərə, Fransa və Avstriya idi. Baxırıq burada xəritədə Avstriya yoxdur, amma İngiltərə ilə Fransa var. 1-5 doğrudur. 9-cu sual. 17-ci əsrin ikinci yarısı Səfəvi dövlətinin idarəetmə sistemi üçün xarakterikdir. İnzibati cəhətdən 3 yox, 4 bəylərbəylinə bölünürdü artıq. Çuxursəd bəylərbəyi də mövcud idi. Mahallar bəylərbəylinə yox, bəylərbəylər mahallara bölünürdü. Səhvdir. Vəzirlər bəylərbəylinə hesabat vermirdi. Səhvdir. İlk dəfə tayfa başçılığında irsilik prinsipinin ləğv olunması bu Şah 1-ci Abbasa aiddir. 16-cı əsrin ikinci yarısı, 17-ci əsrin birinci yarısı hakimiyyətdə olur. Şah Abbas bizdən sonra 17-ci əsrin ikinci yarısını istəyir. Kiçik inzibati vahidləri bəli sultan idarə edirdi. Düzdür. 18-19-cu illərə aiddir. AXC Gürcüstan sazişi Çar Rusiyasına qarşı deyildi. Artıq Çar Rusiyası çoxdan süqut etmişdi 17-ci əsrdə. Deməli, bir səhvdir. Qarabağ general qubernatorluğu yaradıldı və Qarabağ Erməni əhalisi AXC hökuməti ilə saziş imzaladı. Düzdür. Mudros barışığı Türkiyə Cumhuriyyəti yox, Osmanlı olmalıdır. 3 də səhvdir. 3-ü də çıxırıq. General Thomson rəhbəri ilə ingilislər Azərbaycana daxil oldu. Bakıda İngilis komandanlığı general qubernatorluq yaratdı. Bəli, düzdür. Sonra Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Ermənilərin ərazi iddialarına son qoyuldu. Bu ümumiyyətlə səhvdir. Deməli 2-4 doğru cavabımız B bəndi olacaq. Birinci Dünya müharibəsi illərində Qafqazda baş vermiş əməliyyatlar. Birinci Dünya müharibəsi illəri 1914-18-ci illər.
Alman qoşunlarının Osmanlılar tərəfindən məğlub edilməsi, bəli, doğrudur. Sarıqamış döyüşündə Sovet Rusiyası yox, bu Çar Rusiyası olmalıdır. 2 səhvdir. Biri saxlayırıq, 2-ni çıxırıq. İngilis qoşunları Bakıya daxil olmuşdu, bəli, 1918-in avqustunda, doğrudur. AXC qüvvələri Ağ Qvardiyaslara qarşı mübarizə aparması yanlışdır. 1-3 doğru cavabımız olacaq B bəndi. AXC qüvvələrin Ağ Qvardiyaslara qarşı mübarizə aparması məsələsini biz deyə bilərik ki, 1919-cu ildə Gürcülərlə saziş imzalanmışdı Ağ Qvardiyaslara qarşı, yəni Denikinə qarşı. Amma birbaşa hansısa əməliyyat baş verməyib və bu da Birinci müharibəsi dövrünə düşmür. Yəni, hər hansı bir mübarizə yoxdur əslində, amma müqavilə imzalanıb Gürcülərlə Ağ Qvardiyaslara qarşı, o da 1919-cu ildə olub. Feodal çəkişmələrin davam etməsi, müharibələr, mərkəzi hakimiyyət getdikcə zəifləməsi ölkə əksəriyyətinə ağır təsir göstərirdi. Onun müdafiə qabiliyyətini azaldırdı. Nəticədə Monqolların birinci yürüşü baş verdi. Daha sonra zəifləyən dövləti Xarəzmşahlar Təbriz tutması ilə süqut etdi. Deməli, söhbət gedir Eldənizlər dövlətindən. Eldənizlər dövləti ilə Şirvanşahlar dövlətində oxşar cəhətini istəyir. Yadelli hücumların nəticəsində süquta uğraması, düzdür, Eldənizlər yadelli hücumların nəticəsində süquta uğrayıb, amma Şirvanşahlar dövlətində elə yerli Səfəvilər dövləti son qoyub, bu səhvdir. Türk mənşəli sülalə yaradıb, Şirvanşahlar ərəb mənşəli sülalə yaradıb. Hər ikisi Gürcülərə qarşı mübarizə aparıb, hər ikisi İraq Səlcuq sultanlarla mübarizə aparıb. 3-4 doğru cavabımızdır. Xəritdə ulduzla verilmiş ərazilər, burada Füzulidir, burada Cəbrayıldır. Oxşar cəhətini istəyir. Cəbrayıl və Füzuli 93-cü avqustun 23-də işğal olunub, düzdür. Aprel döyüşlərində ərazisində hərbi əməliyyatlar aparılıb, düzdür. Daha sonra Birinci Qarabağ müharibəsi nəticəsində tamamilə işğal altında deyildi. Bu səhvdir, Cəbrayıl Füzuliyə aid deyil. Vətən müharibəsi ərəfəsində rayon mərkəzləri tam işğal altındaydı. Bu düzdür. 2020-ci il 10 noyabr bəyanatına əsasən əməliyyatlar aparılmadan Azərbaycana təhvil verilmişdi. Bu səhvdir. Biz bilirik Cəbrayıl 4 oktyabr, Füzuli 17 oktyabrda işğaldan azad olunub müharibə dövründə. Bu səhvdir. Bizans İmperiyasının 6-cı əsr tarixinə aiddir. Ərəb xilafəti ilə mübarizədə bir sıra ərazilər itirib, 6-cı əsrdə Ərəb xilafəti yox idi. Sasani dövləti ilə müharibə aparıb, 532-də müqavilə imzalayıb. Xristian təbəələr ali məhkəmə orqanlarına müraciət göndərə bilərdilər, düzdür. Balkan yarımadasında Vandallar ümumiyyətlə Balkan yox, Afrikadaydı, Oskot krallığı da İtaliyadaydı, bu səhvdir. Xronoloji ardıcıllıq istəyir, tacirlər qrupu yaranması son Tunc, düzdür. Ana xaqanlığı ata xaqanlığını əvəzlədi, erkən Tunc, düzdür. Əhali oturaq həyata keçdi, Neolit, istehsal təsərrüfatı yarandı, Mezolit, düzdür. Doğru cavab 4, 3, 2, 1 olacaq. Doğrudur. Sonra 19-cu əsrin birinci yarısından fərqli olaraq 19-cu əsrin ikinci yarısı Cənubi Azərbaycana aiddir. Vəqf torpaqları mövcud idi, bu oxşardır. Şah tərəfindən torpaqların satılması haqqında fərman verildi. 1886 xarisə torpaqları. İlk əncümənlər 20-ci əsrin əvvəllərinə aiddir. Milli hökumət 20-ci əsrin əvvəllərinə aiddir. Sonra ilk anti-imperialist çıxış, bəli, 1891, 1892 Tütün Təmbəki üsyanından gedir söhbət. 2-5 doğru cavabımız olacaq. 2-5. Aksuvar xan, Qutluq Bilgə Qədir xan, Sultan Mahmud. Sasani ordusunu məğlub edib Aksuvar xan, düzdür. Balasoqun paytaxt idi, Qaraxanilərin, düzdür. Beni də yazaq. Dəndənəkan döyüşündə iştirak edən Sultan Məsuddur, yoxdur burada. Qaraxani dövlətinin hökmdarı idi Qutluq Bilgə xan. Oğuz Səlcuq tayfalarının Xorasanda məskunlaşmasına icazə verən Mahmud Qəznəli idi. Deməli, burada şagird dönə B-ni yazmamaqla 2-yə B yazmalı idi. Bütün sual səhv gedib, halbuki digərlərini düz tapıb. Bəli, deməli, çox diqqətli olmaq lazımdır, həm də çox diqqətli təkrarlamaq lazımdır. Artıq imtihana vaxt da azalır.
Rusiya ilə müharibədə məğlubiyyət 18-ci əsrin sonlarında imperiyada siyasi və iqtisadi böhranı daha da dərinləşdirdi və ölkəni böhrandan çıxarmaq üçün Sultan 3-cü Səlim hələ taxta çıxan kimi islahatlar proqramına başladı. Söhbət burada 3-cü Səlimin islahatlarından gedir və mənbədə bəhs olunan sultanın, yəni 3-cü Səlimin dövründə Osmanlı nəzarətində olan Misrə hücum edən dövləti müəyyən edir. Bu dövrdə Napolyon Misrə hücum etmişdi. Napolyon təbii ki, Fransız sərkərdəsidir və deməli, burada söhbət Fransadan gedir. Fransa yazacaqsınız. Bəhs olunan islahatların uğursuz olmasının səbəbini soruşur. Mənbədə verilməyən iki səbəbini yazın. Sultan 3-cü Səlimin islahatlarının uğursuz olmasının əsas səbəbi onun qətiyyətsizlik nümayiş etdirməsi idi. Yəni onun qətiyyətsizliyi idi. Həmçinin də Osmanlı dövlətində bu dövrdə həyata keçirilən islahatların uğursuz olmasının əsas səbəblərindən biri digər əvvəlki islahatlarda da olduğu kimi Yeniçəri və mühafizəkarların, yəni həm Yeniçəri qüvvələrin, həm də mühafizəkar qüvvələrin bu islahatlara qarşı mübarizə aparması idi və bu mübarizədə islahatların yarımçıq qalmasına səbəb olurdu. Daha sonra mənbədə bəhs olunan dövrdə Rusiya ilə aparılan müharibənin sonunda imzalanmış müqavilənin Osmanlı üçün iki nəticəsini yazın. Yəni söhbət 1787-1791-ci il Yassı müqaviləsindən gedir. Yassı müqaviləsinin Osmanlı üçün əsas nəticəsi odur ki, Osmanlı dövlətində geriləmə dövrü dağılma dövründən əvəzləndi. Yəni dağılma dövrü başladı. Həmçinin Yassı müqaviləsi nəticəsində Osmanlı Cənubi Buqdan Dnestrə qədər olan əraziləri itirdi. Rusiya Qaradəniz sahillərində möhkəmlənməsi Osmanlının təbii ki, əleyhinə olan hadisədir. Daha sonra həmçinin Osmanlı Rusiyanın Krımda və Şərqi Gürcüstanda möhkəmlənməsində, yəni onun himayəsinə keçməsində rəsmi olaraq tanıdı. Bütün bunlar da Osmanlı üçün bu müqavilənin mənfi nəticələridir. Əsas nəticəsi düşünürəm ki, Osmanlı üçün Osmanlı dövlətində dağınıqlıq, daha doğrusu geriləmə dövrü dağılma dövründən nəticələndi. Yəni dağılma dövrü başladı Osmanlı dövlətində. Belə əlavələriniz varsa qeyd edə bilərsiniz. Əlavə sözlərinizi, rəylərinizi və fikirlərinizi rəy bölməsində qeyd edərsiniz. Sağ olun, sağlıqla qalın.